Selamünaleyküm, hoş gördük. Salam əziz dostlar, hoş gördük. Azərbaycan Milli Fəallar üçün jurnalist dərslərinin 15-cisini başlayıram. Umaram ki, faydalı olmuş olsun. Çalışıram ki, əlimdən gələn işi görəm. Birinci dövrüdür bu başlayır. Bir miqdarda içəridə, güneydə olanda jurnalizm dərsi vermişdim, amma orada fərqlidir, bilirsiniz. Çünki orada Azərbaycanlılar üçün, milli fəallar üçün deyildi. Orada İran mühitində işləmək üçün idi və İran çərçivəsində və mənim zehnim də bu qədər fərq eləməmişdi. Yəni, çox da milli adam deyildi. İndi biraz milli adama biraz ərz edeyim xidmətinizə və baxışlarım biraz fərq eləyibdir. Təbii ki, dərslərdə fərq eləyəcək, baxışlarda fərq eləyəcək, yazıda fərq eləyəcək, düşüncə də fərq eləyəcək. Mən keçən 2 həftə, yəni keçən 2 cələsəni teori bəhsdə xiyal ya arzu şəhəri qurmaqda danışdım və umaram ki, faydalı olmuş olsun. Bu günləri çalışacağam ki, niyə danışıram? Əvvəl bunu deyim ki, niyə mən xiyal şəhərdən danışıram? Çünki xiyal şəhəri olmaq strateji qurmaq deməkdir. Siz o zaman ki, zehninizdə bir arman şəhər qurursunuz, utopiya yaradırsınız, ya bir xiyal yaradırsınız, arzu yaradırsınız, o arzu sizin stratejinizdir. Ora nə cür yetişməklər dəyişə bilər. Hər gün dəyişə bilər. Camiədə olan hadisələrin üzü ilə siz hər gün, amma o xiyalınızı hər gün dəyişdirəməzsiniz, dəyişdirməməlisiniz də. Təkmil eləməlisiniz. O arzuları hər gün təkmil eləməlisiniz. Daha yaxşılatmalısınız, daha inkişaf verməlisiniz. Amma onu bütöv sındırıb yenidən dəyişdirmək, ideolojini, baxışı dəyişdirməkdir və bu hər insana ömründə 2 dəfə, 3 dəfə üz verər, çox versə, çox üz verməz ki, insan hər gün ideolojisini dəyişdirə bilməz. Çünki hər gün ki, siz deyəsiniz, baxışı, dünya baxışınızı dəyişdirəsiniz, gərək hər şeyinizi unudasınız, ömür boyu yığdığınız içəriyə, siz o kimliyinizi ki, özünüzə yaratmışsınız, onu gərək unudasınız, yaddan çıxadasınız, yenisini yaradasınız. Ki, bəlkə bir-birinin ziddinədir. Bir dənə dinçi ilə, bir dənə dinliyini tutun.
O adam ki komünist olub və özün məsələn dini əfyun bilir, bu adam birdən-birə dindən çıxıb dinsiz ola bilməz. İmkansızdır. Mən biri də kommunistlər tanıyıram ki, 50 il indi kommunistdir. Amma yenə də danışanda deyir inşallah, maşallah. Deyəndə deyir ki, mənim inancım yoxdur inşallaha, maşallaha. Amma bu ədəbiyyatdır, dil adət eləmişidir. Elə o qədər ki, dil adət eləyibdir, ədəbiyyat adət eləyibdir, fikir adət eləyibdir, o qədər də canda sillola keçib bu fikirlər. Onun üçün də bu rahatlıqda candan, bədəndən eşiyə çıxmaz ki, birdən kommunistlik, məsələn, Allahı ötürəsən, gedəsən, ziddallah olasan, hər cəhətdə özü də. Necə ki, birdən İrançılıqdan çıxıb, birdən Azərbaycançılıq olmaq imkansızdır. Çünki, məsələn, mən 50 ildir, 52 yaşım var, heç olmasa bunun 40 ilin İrançılıqla böyümüşəm. İrançılıq dolub mənim canıma. Neçə il çəkər mən bunları dənə-dənə tapam, çıxadam canımdan atam eşiyə ta eləyə bilən bir mütləq Azərbaycançılıq olan. Diqqət buyurun, bir daha misal vurum. Biz bilirik ki, müsəlmanlar, şiələr, müsəlmanlar deyəndə, yəni şiə müsəlmanlar, başları mühürə qoyurlar, namaz qılırlar. Mühür torpaqdandır. Ət torpağındandır, onu qalıb kəsirlər. Qalıblarda indi bir yazı olsa üstünə yazı düşür, yazı olmasa yazı düşmür. Və bunu başlarının altına qoyurlar, yəni torpağa qoyurlar. İmam, əgər niyyət eləyələr ki, mən İmam Hüseyin torpağına baş qoyuram, ya İmam Rıza torpağına baş qoyuram, ya Məsumənin torpağına baş qoyuram, namaz batildir. Buna görə qoyur ora ki, qoymalıdır, ora ki, qoymalıdır. Mən torpağa başım qoyuram, torpağa səcdə edirəm. Və torpaq da dünyada ən aşağıda olan bir şeydir. Hava torpaqdan üstdədir. Torpaq ayaq altındadır. Hətta heyvanların ayağının altındadır. O qədər ayaq altındadır ki, insan onun üstünə kəsafətlik deyilir. Bunu görsədir ki, mən gərək yap əşağıya səcdə eləyəm. Amma bizlər o torpağı Tərbiz dağının torpağından düzəltmirik. Azərbaycanda, Zəncanda, hər yerdə qırmızı torpaqlar var, ət torpağı var, çox gözəl. Onlardan düzəltmirik. Gedirik Xorasandan, gedirik Qumdan alırıq. Fikirlik ya Kərbəla adını alırıq. Fikirlik ki, gediblər Kərbəla torpağın, məsələn, İmam Hüseynin qəbrindən söküblər, götürüblər. Ya gediblər İmam Rızanın qəbrindən söküblər, götürüblər. Ya gediblər Həzrəti Fulanın qəbrindən söküblər. Əslən belə bir şey yoxdur. İmkansızdır da. Biz o zaman milli olacağıq ki, Azərbaycanın torpağı bizim möhrümüz olsun. Bizim qıblamız olsun. O zaman torpaq olacaq ki, deyək, Allah Azərbaycana 3 metr qar gəlsin. Yəni, bizim nəfəs çəkmağımız Azərbaycan üçün olsa, yuxuda Azərbaycan görsək, o zaman Azərbaycançı yox. Bunu bu rahatlıqda İrançılıqdan çıxıb Azərbaycançılıq ola bilmir. Bunun üçün də bizim xəbər yazanda görürük ki, hangi web-saytı deyirsiniz, barmağınızı qoyun. %60-ı, 70-i, 80-i İrancı xəbərdir. Çünki bizə İran çox mühümdür. Azərbaycan İrancan hələ geçməyib zehnimizdə. Yer tutmayıbdır. Hələ bunlar ki, məsələn, bizlərik ki, məsələn, iddia edirik milli yox da. İndi görün, onlar ki, milli deyirlər, vay onların hallarına. Bir insanın ki, vətəni, milləti, düşüncəsi, millətinin düşüncəsi, onun xiyalında gecə-gündüz və hər zaman olmaya, hətta 101% yeri boş olan millətin, onun düşüncələrində, dilin, vətənin, toprağın, səadət, millətinin səadətinin, xoşbəxtliyinin, onun zehnində 1% yeri olmasa, 1%, yəni 99% olan, amma 1% olmuyor. Yenə bu insan milliyyətçi deyil, millətçi deyil, Azərbaycançı deyil. Bunun üçün
o düşüncələr, utopiyalar ya o arman şəhərlər, o arzı şəhərləri stratejilərdir. Siz Azərbaycan üçün, Azərbaycanlılar üçün ya Türklər üçün strateji qurmağa başlayırsınız. Bu mühümdür. İndi biz jurnalizmdə deyirik ki, İnqilabi jurnalist var, müntəqid jurnalist var, mühafizəkar jurnalist var. Bizim mənzurumuz budur ki, inqilab eləyək. Axı, deyirlər inqilab öz uşaqlarının başını yiyər. Yəni, hər inqilabçı gələr, özü çönər hökumətə, yeni nəsli inqilabçıları öldürər. Məsələn, Xümeyni gəldi, iş üstə, nə tək şahın adamların qanunsuz mühakimə eləmədən, hətta məsələn, bir dənə xanım, bədbəxt xanım, kaxda nökərdir, külfətdir. Onu tutdular, millət öldürdülər ki, sən şaha işlirsən. O törəyinə işlir. Onun günahı nədir? Ondan sonra da başladılar inqilabiləri edam eləmək. Danışçılar edam oldular, ustadlar edam oldular, əsil, doğru, düzgün inqilabilər edam oldular. Hərəsinə bir ad qoydular, edam elədilər. İslah tələblər sonra gəldi, onlar edam elədi, sonra mühafizəkarlar edam elədi. Yəni, edamdır ki, hələ var, davamı var. Yəni, hər kəs bu günləri islah tələbdir, bir növ inqilabçıdır, bir növ, çox zəif. Zindanda deyir. Hər kəs ana dili işdir, bu inqilabçıdır əslində. Çünki İranda rəsmi dil fars dilidir və bir nəfər inqilab elir, deyir ki, gərək türk dili rəsmi olsun. Bu bir inqilabdır. İndi biz də bir inqilaba çevirsək, uşaqlarımızın başını yiyərik, bir dənə zidd inqilab tərz edib onları yiyərik. Bizim əgər Arman şəhrimiz, ideolojimiz, düşüncəmiz, utopiyamız, arzularımız millət üçün olsa və əgər millətimizin qabağında möhrünə, torpağına baş qoysaq və torpağı o qədər layiq bilsək ki, ona səcdə eləsək, onu özümüzdən üstün bilsək, biz o işə əl vurmarıq. İkinci, demokrat olmaq şərti ilə. Çünki baxın, əgər məsələn mən desəm ki, mən Azərbaycancıyam və vaqəən Azərbaycancı olsam və desəm ki, Azərbaycanda hər bir insan əhəmiyyəti məndən çoxdur, canının ərzişi məndən çoxdur, o Arman şəhridə qanunları elə dəyişirəm ki, kimsə edam ola bilməsin. Qanunları gərək elə yazaq o Arman şəhridə ki, heç kəs edam ola bilməsin. İnsanlar və camiə hər hadisəni zaman içində həll edir. Baxın, məsələn, bir zaman İranda məvadlı müxəddir, qədim zamanlarda, məsələn, Nasiruddin Şah zamanında zadında qeyri-qanunidir. Adamları tuturlar, vururlar, döyürlər. Rıza Palani gəlir iş üstə, Rıza Palani dövründə kopen verirlər. Gedin, məvadlı müxəddir alın. Yəni, qanuni olur. Çəkənləri mücazat eləmirlər, muhtad adı ilə onları camiədən silmirlər. Millət də onlara pis baxmır, onlara adam görürlər. Onlar da haqqları vardı, bazarda, tükanda işləyərlər, çalışarlar. Bir müddət keçir, Cumhur İslami gəlir. Məvadlı müxəddiri cürmü bilir. Hər kəs onunla ilgili olsa, onları mücrim bilir. Bunları edam edir. 4 girəmə adam edam edirdilər. Sonra bir müddət keçir, məvadlı müxəddir mərizçilik tanınır. Yəni, gərək ona əlac olunsun.
Bəs zaman içində insanlar qanun yazmaqla bir şeyi millətə hüquq elərlər, ya millətin əlindən alarlar. Millət onu qəbul elər, onunla yaşar. Bunun üçün qanunları elə dəyişdirməliyik, elə yazmalıyıq, elə arzu eləməliyik ki, orada heç zadı cinayətə çevirməyək. Təbii ki, bəzən cinayət olur. Məsələn, bu günləri Kanadada eşitdik. Biz olan şəhərdə bir dana Təbrizdə zətdə ona bağban deyirlər. Burada landscaper deyirlər. Yəni, onlar ki, bu bağlar, zatları tərtəmiz edirlər filan. O, məsələn, bir neçə dana cavan adam öldürübdü və bunları güldanlarda gizləyibdi. Belə bir cinayət ola bilər. Amma bu cinayət üçün biz gərək Ağrıman şəhərimizdə onun ölümünə fərman verməyək. Bilək ki, bir adamı ki, bir neçə nəfəri öldürür, bunun bir mərəzi var. Onu öldürməklə bir şey həll olmaz. Bəlkə 4 nəfər o öldürmüşdü, bir nəfər də biz öldürdük. Biz də qatil olduq, o da qatil oldu. Heç fərq eləmədi. Biz adın qoyduq, qanun qatil olduq. O adın qoydu, qeyri-qanun qatil oldu. İndi onun özünün də zehninə baxsaq, bir dəlilləri varmış öldürməyə. Qanuniymiş onun gözündəki, öldürübdür. Biz gərək insanlarımızı təlim, tərbiyyət verək ki, o yerə yetişməsin. Amma gərək indi bizim inqilabımız intiqaddan başlamalıdır, vəzi mövcuddan təkmil eləməlidir. Arzu şəhər qurmalıdır və arzu şəhərləri mənfidən müsbətə çevirməlidir. Mənfi nə demək? Hər o şey ki, bizim millətimizin, vətənimizin, hüviyyətimizin, kimliyimizin zərəlinədir, onu gərək deyişdirək. O mənfidir. Onu deyişdirək müsbətə, yəni bizim millətimizin müsbətliyinə. Baxın, məsələn, dünənləri, bunu istədim 2-ci bölümdə deyim, amma burada da bir deyim daha. Dünənləri Azərbaycanda danışgahların birində Şəhid Mədəni də əgər iştibah eləməsəm, bir danışçılarımız, şəhamətli danışçılarımız 2 vahid türk dilində dərs oxumaq üçün təhsün elədilər. Danışgahın rəisi məcbur oldu, gəldi onların qabağında tövzih verdi ki, biz bu dərsin icazəsini almaq üçün nə başlamışıq? Əlbəttə, əslində bu tövzihdir, dəlil deyil. Danışçılar bunu qəbul eləməməlidirlər əslində. Çünki bir danışgahın vəzifəsi budur ki, vaxtı sən Azərbaycandasan, Azərbaycanda olan məsələlər sənə mühüm olacaqdır. Sən bunlar üçün dərs hazırlayacaqsan, ustad hazırlayacaqsan. Necə ki, Azərbaycanda, İranda döşçüra yoxdur, onun üçün mən burada döşçüra qoya bilmərəm. Əvvələn, Azərbaycan doludur döşçüra ilə ana dilində, türk dilində. Əgər ustad danışgah siz tapanmırsınız, mənə deyin. Biz sizə ustad danışgah verək. Hüququnun da yarasını biz köməklik edək. Amma əgər yoxdur İranda, tapılmır, siz tapmırsınız, sizə zərər elər. 8-9 dənə məmləkət var ki, dilləri rəsmən türküdür. 80 il, 90 il türk dilində danışgahları riyaziyyatda, fizikdə, şimidə, döktürlükdə, fəlsəfədə, mühəndislikdə, hər sahədə türk dilində dərs deyiblər, dərs oxuyublar, yazıblar, oxuyublar və inkişaf eləyibdir. Niyə onlardan gətirməyək? Niyə fars dilinin ustadın dünyanın hər yerinə göndərirsiniz, amma hər yerdən türkü dilindən ustad gətirmək eləmirsiniz? Bu standart niyə iki tərəflidir? İndi mən düşünürdüm, dünən bir vaxt düşündüm, gec düşündüm, amma düşündüm. Sonunda düşündüm. Nə olar bizim Azərbaycan türk danışçılarımız İranın hər yerində bir kampeyn yaradalar, bir günü müşəxəs eləyərlər, o gündən danışgahları kollən tətil eləyərlər, həyətlərdə ya salonlarda oturalar, çıxmayalar, eşiyə qalalar orada, türk dilində mədrəsə rəsmi olmalıdır İranda. Rəsmi dilə çevrilməlidir. İranın ikinci rəsmi dili türk dili olmalıdır.
Məsələn, indidən deyim, kampeynlər yarana, Telegramda, Instagramda, hər yerdə, Facebookda, orada, burada, bir ay sonra, 2 ay sonra, 3 ay sonra hamı, biz hər kəs danışçudur, hər kəs ustaddır, hər kəs məhəssildir dəbiristanda, rahnumayədə, ibtidaidə, ailələri də dəvət edirik, mədrəsələrdə yığışaq, danışqahlarda yığışaq, dəbiristanlarda yığışaq, təhsin edək. Biz ana dili istiyoruz. Bizim dilimiz rəsmi olmalıdır. İranda bir dənə rəsmi dil var, bir dənə də rəsmi dil Türk dili olmalıdır. Biz Türk dili, Ərəb də özü bilər. Ərəb də istər bizim bu kampeynimizə qoşulsun, Bəlus da istər bizim kampeynimizə qoşulsun, Lor da istər qoşulsun, Ciləki də istər qoşulsun, Obrisi də istər qoşulsun, Kürt də istər qoşulsun, gəlsin, İranı başa-başa fələc eləyək. Deyək ki, mənim dilim rəsmi olmalıdır. Mədrəsələrdən, ustandarlıqlardan, fərmandarlıqlardan, şəhər şuralarından, bələdiyyə binalarından çıxmayaq eşiyə. Gedək bunlarda təhəssün edək, deyək, mən nümayəndələrin otaqlarından, dəftərlərindən, iş yerlərindən çıxmayaq eşiyə. Biz ana dilimizin İranda rəsmi və qanuni olmasını istiyoruz. Mənim nəzərimə gəlir ki, əgər belə bir hərəkətə 100 min nəfər dostlardan 10 günün içində, 12 günün içində imza toplayıblar, Xameneyiyə göndərəcəklər ki, bizim dilimiz rəsmi olsun. Bağışlayın, Urmu gölü sulansın. Urmu gölü üçün olsun. Nə olar ki, həman 100 min nəfər vaqəən, mən də imzalamışam, mən Kanadadayım, amma mən gedə bilmərəm, təbii ki. Amma bu Kanadadan, elə burada etisabımı elərəm, televizyondan etisabımı elərəm, orada, burada başlaram, dururam, həman işi ki, siz görürsünüz, mən də burada görürəm. Burada gedirəm sifarətinin qabağına, burada gedirəm dövlətin işlərinin qabağına, həman işi burada görürəm. Yəni, hər kəs hər yerdədir, orada bu işi başlayır, amma həmzəman, bir zamanda, bir zaman müşəxəs eləyək, hamı o gündə hər yeri yatırdaq və başlayaq bu işi aparaq qabağa, xiyabana da çıxmayaq, şüşədə sındırmayaq, bancada oturmayaq, mərcbər də deməyək, filan da deməyək. Bəs ola bilər. Onun üçün arzu şəhərləri çox-çox mühümdür. İndi dedik ki, hər teorinin arxasında və hər arzu şəhərinin arxasında bir strateji var. O zaman ki, biz arzularımızı qururuq, onda bir stratejimiz olur. Hər şey üçün, hətta istiyoruz, məsələn, bir iş quraq, evlənək, ərə gedək, sevdiyimiz bir şeyi ələ gətirək. Onun üçün xiyal quranda, xiyalda onun hər şeyin quruluq və ona nədir əl çatmamızı günü-gündən yaxtıladırıq. Bəzən görürük, gedirik, qabağa şikəst yiyirik, gəlirik, onu düzəldirik. Biz bu işi görməliyik. İndi tarixdə bir neçə insanlar xiyal düzəldiblər. Ərəstu var, Əflatun var, onlardan başlasaq gəlsə, bunlar xiyal düzəldiblər. Məsələn, Əflatun nəzərimə gəlir ki, behişt və cəhənnəm məsələsi, o dünya məsələsi birinci dəfə Əflatundan başlanır. Bu adam insanlara bir içində bir mühərrikə yaratsın ki, bu mühərrikə insanları sürsün, aparsın yaxçılığa tərəf. O dünyanı bir quyuya bənzədir ki, quyunun bu yüzündə adamlar oynurlar, içəridəki yatan adamlar ki, məsələn, bizləri o kölgələri görürlər və onun deyirlər ki, onlar vaqi insanlardılar. Amma əslində onlar kölgədirlər. Bu adam o cürsə bir xiyal yaradıbdır və bu cür bir çox dinlər o xiyala qapılıblar. Yəni, behişt cəhənnəm məsələsində. Ərəstu da bu cürdür.
Ərəstu məsələn heç vaxt atın dişini saymayıbdı, görə neçədən at. Təcrübəyə girməyib, xiyalda qalıbdı, xiyalları da yəni bilirsiniz, Əflatunla Ərəstunun arasında çoxlu filsuf gəlibdi, Arman şəhər yaradıblar. Məsələn, bu günləri o Arman şəhəri ki adına deyirlər anarşizm ya anarşi. Məsələn, bu o dövrdə yarandı. Amma o dövrdə hökumət də bu zamana tay anarşizmi özünün zərərinə gördüyü üçün hökumətlər güc, pul, sərvət, ordu, təlim-i tərbiyə sistemi, dövlətin millətə zor eləmək sistemi, gücü dövlətin əlindədir. Bunun üçün dövlətlər bəzi fikirləri ki, onları gücləndirər, onları qəbul elərlər. O fikirlər ki, mümkün də onların əlindən gücü ala, onları zəiflədərlər. Anarşi üçün dövləti qəbul eləmir, heç dövlət fikri də onu qəbul eləməyibdir. Bunun üçün də dünyada anarşi rəsmi bir hökumətə çevrilməyibdir. Görək ki, təkamülü nədir olacaqdır. Amma indi Hollandiyada bir-iki yerdə, əgər iştibah eləməsəm Hollandiyada bir şəhərdə ya bir iyalətdə anarşilər hakimdilər. Və dünyanın bir çoxu yerindən anarşistlər gedirlər ora, orada yaşamağa gedirlər, təcrübə edirlər və o təcrübəni daşıyırlar dünyanın o birisi yerlərinə. Amma bir də arzı şəhri quranlar var, Newton kimi. İllər boyu alma təbiətən göydən düşər yerə, amma heç kəs bunu bir Arman şəhərə çevirsin, bunu bir utopiyaya çevirsin, bunu bir arzı şəhərinə çevirsin, bundan bir insanlara yeni bir şey gətirsin fikrinə düşməmişdi. Newton o almanın göydən yerə düşməsində bir dünyanı değiştirdi. Bu bunu göstərir ki, bizim fikrimiz hər şeyi yarada bilməz. Bir çox şeyləri təbiətdə üz verən hadisələr bizim zehnimizdə şeyə çevirər. İntiza, mənaya çevirər. Biz təbiətə diqqətlə baxsaq, zehniyyətimizi değiştirər, baxışımızı değiştirər, dünya baxışımızı değiştirər. Ya məsələn görürsünüz ki, Edison var. O da sərvət əsasında və özünün içərində olan bu axtarış gücünün əsasında hər bir müddətdən bir ixtira yaradır. Bu ixtiraların bəzisi pula, çəkir pula çevrilir, bəzisi çəkilib çevrilmir. Amma bu günləri dünya, bugünkü dünya ki biz yaşırıq, Edisona bağlıdır. Tamamı bu maşınlar, təyyarələr, gəmilər görürsünüz. Saxtımanları ki 3 təbəqədən, 4 təbəqədən ucadılar. Apartmanları ki çox pəncərələri yoxdur ki içinə işıq düşsün. Və çox ucadılar. Bunların hamısı bimaristanlar, mərzlərə əməl eləmək, cərrahilər, göylərə getmək, nə bilim, mikroskopik bir şeyləri tapmaq. Bunların hamısı Edisona bağlıdır. Edisonun Arman şəhərinə. Arman şəhəri nə idi? Nə cür eləyim insanlar rahat yaşasınlar. Təbii ki, Edisonun bir dənə də arzusu vardı, nə cür eləyim özüm rahat yaşayayım. Rifahda yaşayayım. Nə cür özüm rifahda yaşayayım? Nə cür camiə, mən bir şey nə düzəldim ki, camiə onu alsın ki, rifahda olsun, mən də onların aldıqlarına dolayı rifaha gedim. Yəni, mən gərək bir şey düzəldəm ki, camiəni rifaha apara ki, onların rifaha getməsi məni də rifaha apara. Biz həmişə tərsinə fikirləşirik. Əvvəl gərək biz rifaha gedək, sonra o birilərini rifaha aparaq. O halda ki, Edison tərsin düşünür. Əvvəl mən bərqi düzəldim, lampı düzəldim, bunun nə cür yandırmasının sistemini düzəldim. İnsanlar almırlar, qorxurlar. Edison gəlir bir dana şəhərin əsli xiyabanın başa-başa dirək çəkir, çəkdirir, yəni borc edir.
Ora bərq çəkdirir, gecələr yandırır, insanlar görürlər ki, tüstüsü yox, işığı gözəl, xətəri yox, filanı yox, bəhmanı yox, evləri ot tutmayacaq, gəlirlər alırlar. İnsanlar alırlar evlərinə apardıqca, hər kəsi gəlir bunu işlədir, aydan aya bir pul verir, ya vəsailini alır evinə, sim çəkir, lamp alır, filan alır, bəhman alır, İdison pullanır. İdisonun rifahı o zaman olur ki, millət o çıraqları alırlar, evlərinə qoyurlar, rifahlanırlar. Biz mütəəssifanə sərmayədə həmişə əksinə düşürük. İranda təəssüflə işləmək tərsə düşünübdür. Bir iddə vardı, xiyal pərdazlıq elirlər, kuruşgəranədirlər. Yəni istəyirlər ki, edələr kuruş gövrəsinə, kuruş əzəmətinə. Bugünkü vaqiyyəti dünyanı görmürlər. Bugünkü vaqiyyəti dünyada 7 ildir Suriyədə davadır, qırğındır, qətl-i qarətdir. Amerika kimi əbərqudrət Suriyə dövlətini yıxa bilməyibdir. Rusiya kimi əbərqudrət Suriyəni ayaq üstə tikə bilməyibdir. Yəni bugünkü dünyada mərziləri yıxmaq, imperatorluq qurmaq, gedək dünyanı alaq öz ayağımızın altına imkanı sıfırdan da azdır. Bugünkü dünya gedir o tərəfə ki, internetin sayəsində, internetin kölgəsində gedir o tərəfə ki, hər bir sillonun hüviyyəti olsun. Hər bir cıqqılı ictimanın hüviyyəti olsun. Bunun üçün topraqlar daha çox bölünəcəklər getdikcə. Getdikcə topraqlar bölünəcəklər. Çünki məsələn fikrini İranda 6 dana millət vardı, böyük millət, onların da içində kiçik millətlər vardılar. Təbii ki, bunların mənafiyi bir-biri ilə demokratik bir cəmiə olsa bəlkə cür gələr. Konfederal bir cəmiə olsa cür gələr. Yoxsa bir dana İran müstəqil İranda 6 millət 5'i zülm altında, biri ağalıqda cür gəlməz. Yıxılacaqdır. Bu içəridən yıxılacaqdır. Yəni məmləkətlərin yıxılmağının ehtimalı çoxdur, amma bir də bunlar imperatorluq qurarlar, bu imkanı çox çətindir. Bir də məsələn hüquq-i bəşər bizimdir. Bir hüquq-i bəşər ki 2500 il siz onu yazmışsınız, amma hala bilmirsiniz ki hüquq-i bəşər nədir və onu icra eləyə bilmirsiniz. Millətinizin içində heç kəsin dili rəsmi deyili, heç millət öz alın yazısını özü yazanmırı, iqtisadını özü dolandıranmırı, haqqı yoxdur. Siz hangi hüquq-i bəşərdən danışırsınız? Əslən qoyaq ki yazıbdır, yaxşı, Allah rəhmət eləsin, yazıbdır. Çox yaxşı adam imiş, adam öldürməyibdir, qətl eləməyibdir, dünyaya maçı verə-verə gedibdir, gəlin mən maç verim, məmləkətinizi verim nə? Millətlər də buna aşıq olublar, gözlərinə, qaşlarına deyiblər, gəl biz sənə nökər olaq. Bunu qəbul eləyək. Gözəl bir qanun yazıbdır. Siz indi o qanunlara inanırsınız, indi o haqqları icra edirsiniz. Bunun üçün keçiciyə qeytmaq tərəqqi deyil, təhəccürdür. Farsca pəsgərayidir, dalı-dalı getməkdir. Biz gedək eşkəyə minək, daha maşına minməyək. Azərbaycan, biz Azərbaycanda şairanə, yəni şair kimi arzu şəhərlər qurmalıyıq. Şairlər görürsünüz, o, əgər diqqət eləsəz, hər kəsin bir sevgisi var, sevgilisi var, ürəyində sevdiği var. Deyək ki, bəzi adamları sevirik, özgənin dilər, bizim deyirlər. Bir adam, məsələn, fərz buyurun, mən bir xanımı sevirəm,
Ya bir xanım məni sevir, mən bir ayrısını, mən də sevdiyim bir ayrısını. Məsələ. Amma onun adını bizim cəmiyyəmizdə ağza gətirmirik. Bəli, ona görə şeir yazırıq da, aşiqəm, ölürəm, özümü cırıram. Onun o məmuli tüylərin ki, yemağa düşəndə hamı götürür, irgənir, atır kənara, şairin gözündə görün nədir? Onun ağzından, tərindən bir damcı düşsə bir yemağa heç kəs onu yeməz. Heç restoranda əgər işləsə heç kəs yeməz. Amma onun görün, şairin gözündə onun təri, onun ağzının suyu, onun əlinin kiri, tirki. Görün o şairin gözündəki aşıqdır, ona nədir? İnsan bir şeyi sevsə, hər şey gözəlləşər. Bir kəsdən ki sevirdi, ürəyi sınsa, ondan nifrətə geçsə, onun hər şeyi pisləşər. Biz bunun üçün Arzu şəhərimizdə birinci şey ki, qurmarıq ədalətdir. Mən baxırdım, görüm ki, Səfəvilər nə cür hökumət qurdular. Vaqiqiyyət budur ki, çalışırdım, görüm ki, bizim dədələrimiz necə hökumət qurublar, biz necə hökumətə əldən vermişik və əgər istəyək quraq nə cür olar. Bunun üçün mən burada getdim bir fوق lisansdan yuxarı bir sətidə dərs oxudum. Gələn buranın usulu ilə təhqiq eləyəm. Hala təhqiq eləyirəm. Hələ bir yerə çatmamışam, amma bir şeyə çatdım. Mən baxdım, gördüm ki, Səfəvilər Şah İsmaildən qabaq ki, 14 yaşında tac qoyubdu, 13 yaşında inqilab eləyibdi, 12, 10 yaşında, 11 yaşında Gilandan çönüb gəlibdi, ya o hər neçə yaşında gəlibdi Azərbaycan Ərdəbilə filan. Bu uşaq inqilabi danışmıydı. Siyasi danışmıydı. Hökuməti yıxacı, yoxlayacaq, belə bir şeylərdən danışmıydılar. Dədələri də danışmıydı. Dədələrinin də hamısı siyasətdə ölüblər, savaşıblar, ölüblər. Amma heç birisindən bir yazı qalmayıbdı, bir şeir qalmayıb, bir şey qalmayıb ki, orada deyirlər ki, biz belə hökumət quracaq, elə eləyəcək, belə eləyəcək. Bizim mühəqqiqlərimiz, Azərbaycan mühəqqiqlərinin zəhməti ilə qara məcmuəni toplayıblar, çap eləyiblər. Mən də onu aldım, oxudum. Qara məcmuədə mən çox axtardım ki, bunun içindən siyasi bir şeylər çıxadım. Çünki Səfəvilərin babaları bunu yazıbdı. Şeyx Səfiddin Ərdəbili yazıbdı. Ərdəbilli Şeyx Səfi yazıbdı. Bu Şeyx Səfi özü də savaşıbdı, ya babaları savaşıblar, ölüblər. Bunun bir siyasi arzusu da var. Dədələrinin Çin'i savaşıblar, ölüblər. Özü də o şəkildə, balaları da o birisi şəkildə. Bunun gərək bir dünyadan, bir hökumətdən tənəffür, bir hökuməti ki, özü quracaq, ona bir eşqi olsun, bunu görsətsin. İnsanlara desin ki, mən bu hökumətlə müxalifəm, bu elədir, belədir, filandır, gəlin sizə beləsi bir behiş qururam, gedək ora. Nə qədər oxudum, gördüm bunun şeirlərində. Bunlardan hər nə tapırsan, tap, illa hökumətlərlə işi yoxdur. Eşq, əlaqə, insaniyyət, aramış. Bir azca rifah, bir az, çox yox. Çünki insanlar inanmazlar. İngilislər deyirlər ki, too much to believe. Çoxdur. Hər şey ki, çox söz verdilər, vədə verdilər. Too much to believe. Çoxdur ki, adam inana. O qədər çoxdur ki, onu götürüb böyük daş əlaməti nə mənədir? Vurmamaqdır. O ki, yekə tikəni götürür, yeməyəcəkdir, verməyəcəkdir da. İndi görürəm ki, bu adam ədalətdən danışır. Eşqdən danışır. Bərabərlikdən və insaniyyətdən danışır. Bir növ azadlıqdan danışır. Bir miqdarda rifahdan danışır. Və insanlar bu arzuları sevirlər.
mən bu adamın dalısına niyə düşüm? Niyə bunun yolunda can verim? Sorusuna cavab gərək verir hər kəsən. Niyə biri düşdün İnsaf Əlinin dalısına, Həsənin dalısına, Hüseynin dalısına? İnsaf Əli istəyir hökumətə yetişə, ustandar ola, fərmandar ola, rəis cümhur ola, mən gedim ölüm. Hə. Bir arzu şəhəri qoyacaqsan ortaya ki, insanlar arzu şəhər üçün, nə sənin üçün. Səfəvilərin dedələri o xanqahlarda arzular şəhəri qruplar insanlara arzu veriblər. Və o yaşayışlarında sufi kimi yaşayıblar. Baxın, sufinin bu gün anlamı nədir? Sofinin öz mənası ərəbcə bir sözdür, yəni qoyun tükü. Keçi tükü. Qəzil ilə qoyun tükün qaçsız bir-birinə, çox bir belə insanın bədəninə bunu hamamda kisə əvəzinə istifadə eləsən, bəlkə yar elər. Amma ondan paltar giyir. İstir deyə ki, mən də sizə tayım. Siz yediyinizdən yeyirəm, siz içdiyinizdən içirəm. Amma belə bir hədəf üçün çalışıram. Mən də gedirəm, sizinlə savaşıram, öləm. Görürsünüz ki, hətta İsmail özü də gəlir, tamamilə savaşlarda ərteşin içində durub dalda baxmır. Gedir, savaşır. Və hətta sonuncu savaşında Osmanlı ilə arvada əsir olur. Millətdən özünü ayırıb dəstur vermir. Millət görür ki, bu da mənlə bərabər. Ac qalıram, ac qalır. Zindana gedirəm, zindana gedir. Ölümə gedirəm, ölümə gedir. Tox ondağında da tox oluruq. Bərabər sərnivişdimiz, alın yazımız bərabərdir. Bu adam odu öz qabağına çəkmək istəmir. Bu adam istəyir, o şey ki arzu elir və mən də ona inanmışam, onu ələ gətirsin. Mən o inancın yolunda ölürəm. Çünki o inancı qura bilir. O həman dediyim. Pəs biz gərək ədalət, eşq, bərtər camiə quraq. Gözəl bir camiə quraq. Baxın, məsələn, Marx o demək olar son peyğəmbər ideolojisini nə cür qurur? Marksizmi ya komünizmi ya sosializmi nə cür qurur? Görür ki, əmələlər çərxanalarda sübh saat 5-də dururlar, düşürlər yola, gedirlər orada işləməyə, gecə saat 10-da, 9-da çıxırlar. 12 saat, 13 saat iş işləyirlər. Və aldıqları pul bunları o qədər diri saxlır ki, sabah işə qeydib gəlib işləyə bilərlər. Tətil yox, pul izafi yox, dolanmaq yox, bir məriz oldular, qocaldılar, bir gəlir yox. Marx belə bir şəraitdə bir ideoloji gətirir ki, insanlar biraz rifahda olsunlar. Dünyanın yarısından çoxu inanır, sərmayədarı qorxusundan gəlir, bimə verir. Tətil həftədə 2 gün, 1 gün tətil verir. Hüququ çoxaldır, saatı azaldır. Servis qoyur, yemək verir. Bunlar o işlərdir ki, görürlər, desinlər, sosializmi gedincə mən sənə verim də. Yəni, sosializm özü kapitalizmi sosialladır. Bunun üçün, məsələn, Kanadada sosializm yoxdur. Sərmayədarı hakimdir. Amma bu sosializm ilə qatışıq sərmayədardır. Necə ki, Avropanın bəzi yerlərində də sosializm ilə qatışıq bir sərmayədardır. Çünki sərmayədarı özünün nəcatını burada gördü ki, gələ mənfəətin bölə. Bu da Marx'ın ideolojisidir. Dünyanın yarısını değiştirdi, yarısını yox, hamısını değiştirdi. İndi mütəəssifanə ya xoşbəxtanə, vaxt 45 dəqiqə getdi.
Mütəəssifانə ya xoşbəxtanə İranda Marksistlər, komünistlər, Leninistlər, sosialistlər hamısı İrancıdılar. Türkiye ama İrancıdır. Ərəb də amma İrancıdır. Bəluç da komünist, ya sosyalistdir ya komünistdir amma İrancıdır. Ərəbdir, komünist Ərəbdir. Yəni Ərəb torf, Ərəb dillidir, Ərəb nəcatlıdır, Ərəb qanlıdır, Ərəb hər şeyi Ərəbdir hüviyyəti, amma sosyalistmisi, komünistmisi İranlıdır. Necə ki Türk də bu cürdür, necə ki Türkçəməni də bu cürdür. Amma dünyada Ağrıman şəhər quranlar, arzu şəhər tikənlər komünist şaxələrində, bu qol qanatlarında fərqlidirlər. Vyetnamda Ho Chi Minh var. Vyetnam üçün, Vyetnamlılar üçün, dünya üçün yox. Bizim komünistlərimiz o qədər geçə götürürlər sosialistlərimiz ki, heç bilmirlər niyələr bunu. Harasına əl qoysun orada bir çatlaq çıxar. Amma Vyetnamda komünizmi Vyetnamlılar üçün, Vyetnamlıların rifahı üçün. Fidel Castro Kubada fərqli bir komünistdir. Mao Tse-tung Çində fərqli bir komünist Çinlilər üçün. Hər bir ama bizim neden birinci zihniyyətimiz komünistlərimizin İrancılıqdır. Bunların internasyonalist və internasyonalist danışmaqları hər hansıca enterdir, Türkçə İngiliscə interdir. Bunların beynəlmiləl düşüncələri İrana yerləşir. İrandan eşikdəkilər beynəlmiləl deyil. İran beynəlmiləldir bunlar üçün. Bunlarda deyəndə ki, ağa komünizmi beynəlmiləl, yəni İran. Ağa bizim mərzimiz olmasın, yəni İran içində millətlərimizin mərzi olmasın. Yəni İranı qoruyaq. İndi deyəndə ki, ağa sən niyə gəlib Azərbaycan komünist olmuşsan? Azərbaycanlının rifahına, Azərbaycanlının hüququna niyə çalışmırsan? Mən o birisiləri də. Sən də gəl maya qoyacağım bumu ol. Dünyada komünist hamısı bumiydi. Hamısı bumiydi. Bəzilər xiyalpərdazlıq edirdilər. Dünya mənim üçün. Şiələr deyirlər ki, dünya mənim üçün. İmam-ı Zaman gələcək, dünyanı savaşacaq, adamları öldürəcək, alacaq, verəcək farslara. Hitler de bunu deyirdi, Napolyon da bunu deyirdi, Kuruş da bunu deyirdi, adam öldürürdülər. Ən azı, diqqət buyurun, ən azı bunların bir Ağrıman şəhərləri var millətlərinə. Bu da çox mühümdür. Mən demirəm ki, cinayət yaxçıdır ha. Amma deyirəm, bunların bir öz millətlərinə bir Ağrıman şəhərləri var ki, mənim millətim bu qədər layiqdir ki, dünya bunun xidmətində olsun. Bir cəhətdən gözəl fikirdir, bir cəhətdən necatpərəstlikdir. Keçən dəfələrdə dedim, bəzən bizə deyirlər, necatpərəstlik ya nasyonalizm yeni bir fikirdir. 20-ci ya 19-cu qərndən bu üzərindir. Xeyr. Çox qədimdən insanlar hökumətlərin də adına baxsaz, görərsiniz ki, adamların, tayfaların adına, qan adına ad qoyulubdur. Hunlar, İspanyalılar, Fransəvilər, Almanlılar, Portağallılar. Yəni, hər yerə gəlsiniz, görürsünüz ki, Ərəblər, Fars İmparatorluğu, Persiya, Moğullar, Türklər. Yəni, bunların içində Qacarlar, Pəhləvilər falan görürsünüz ki, bunlar hamısı bir, onun adı o zaman nasyonalizm değildi. Nasyonalizm İngilisi dildi. Bunu işlədirik indi.
700 il bundan qabaq, 800 il bundan qabaq bunun adını qoyublar əsəbiyyət. Yəni hər kəsən öz dilinə, öz qanına təəssübü olmaq, əsəbiyyət, təəssüb. İndi bunun adına gəliblər deyiblər ki, nəyə təəssübü var? Xalqına. Adını qoyublar nasionalizm. Nation kəlməsindən də nationalist, yəni millətçi. Bu da bir, məsələn Hitler bunlardandır ki, ya Stalin bunlardandır ki, nasyonalistdirlər. Əlan Putin nasyonalistdir. Əlan Amerikanın rəis cümhuru Trump nasyonalistdir. Əlan İranda mütləqa Əli Xamenei nasyonalistdir. Fars nasyonalistdir. Mütləq. Hətta bir teoriden bəzən danışırdılar. Mən özüm də Günas TV'də bunu danışmışam. Məsələn, Ərəb nasyonalist sipəhbud ya sərdar nasyonalistlər dövrü keçibdir. Mənim nəzərimə hələ feylən qalır. Yəni, nasyonalistlər ki, nizamidirlər, hələ dövrələri qalır. İndi kamil aradan getməyibdir. Məsələn, Xamenei hər halda fərmanda kulli quvadır. Yəni bir generaldır. Generalın belə bölgü olmaz ki. Generaldır. Amma Məhəmməd generalın bir şeyidir, bölgüdür. Mühüm onun əmir vermək, adam öldürməkdən qorxmamaq cəsarətidir. Dünyada heç kim rəhbər ola bilməyibdir. İlla ki, öldürməkdən qorxmayır. Hər kəs öldürməkdən qorxsa, rəhbər ola bilməz. Mütəəssifanə. Mütəəssifanə. Bəziləri gəliblər, Arman şəhər qruplar din əsasında. Axirin dini ki vardı, Bəhaiyyətdir. Ondan qabaq Sik dinidir. Hududən 600 ilə yaxındır. 5 milyon, yarım 6 milyonda indi adamı vardı. Müqəddəs kitabları var bunların. Mən hətta bir dənə din gördüm Torontoda. Naturist, təbiətin 4 maddəsini ibadət edirlər. Bunların da çox əcib ayinləri vardı. Yəni, bir din yaradırlar, onun əsasında xiyal qururlar millətləri üçün. O din, o milləti hüquqi baxışı, siyasi baxışı bir də Arman şəhridir. İslama baxsaz, İslam bir Arman şəhərdir. Bir də hüquqi rabitələrdir. Bir də hər fərdə şəxsi əngizələr verməkdir. Şəxsi həyəcan yaratmaq da hər fərdidir ki, özün aparsın qabağa. İndi görəsən biz Allah'ı yaradırıq ya Allah bizi yaradır. Bəlkə Allah bizi yaradır, ondan xəbərimiz yox. Amma o Allah ki biz inanırıq, özümüz yaradırıq. Hər kəsən özü öz zehnində bir dəlili tapır, ondan bir Allah yaradır, ona da gedir ibadət edir. Bəzi dinlər bilirsiniz da, neçə Allahlıdır, bəzi dinlər tək Allahlıdır. Qur'anda da baxanda Benoi Qur'anın içində də neçə Allahlıq var. La ilahə illallah əsli şuardır, deyir ki, məndən sonra heç Allah yoxdur. Amma onun içində, Qur'anın içində baxanda görürsünüz ki, həmişə o birisi Allahlardan ad aparır. Ki, qəbul eləmir. Əslində, İslamda bir Allah o birisi Allahlardan savaşır. Və müsəlmanlar bu Allahın camiədə, insan camiəsində o birisi Allahlara qələbə eləməsinə çalışırlar. Bir də insanlar hüquqi bəşər əsasında insanlar mühümüdür. Din yox, ideoloji yox, torpaq yox, nə bilim, bunlar yox, pul yox. İnsanın canı. Bu ətdən, qandan, sümükdən, dəridən, tükdən olan bu mövcud ki var,
Bu mühümdür. Bunun üçün bir arman şəhər yaradırlar. Hüquqi bəşər ki 30 maddədən ibarətdir. Bunun əsasında yazılır. Arman şəhəri belə düzəldirlər. Biri də məşrut arman şəhər düzəldilir. Yəni şərtlədirlər. Məşrutə inqilabı da, yəni bəzən bunu deyirlər ki, ayrı yerdən gəlibdir, nə bilim, konstitusyondan gəlibdir, filandan gəlibdir. Yox qardaşım, bunun adı məşrutədir. Şərtlənmiş ərəbi kəlmədir. Şərt sözündən alıbdır. Yəni şah və qudrət gərək məşrut olsun. Şahın qudrəti və azadlığı və istibdadı, zorakılığı gərək məşrut olsun bir şeylərə. Bu həddəcən sənin haqqın var, bu haqqdan sonra haqqın yoxdur. Niyə biz gedirik konstitusyondan, Fransa'dan filandan yapışaq? Ərəbdə bir söz varmış, şərt vardı da elə indi. İmam Rıza'dan bir hədis də var ki, ənə min şurutaha, beşərtiha və beşrutaha və ənə min şurutaha. Həmandır. Şərti şurut əsasında bir şah ola bilər. Qutuldu getdi. Bu da bəzən bir dinin şərt elirlər, bəzən bir ideolojini şərt elirlər, bəzən də bir qanunu şərt elirlər. Bəzən də, bu da calibdir, bəzən də bir tarixi gələnəkləri. İngilistanda qanun əsası müdəvvən deyil, yazılı qanun əsası yoxdur. Tarixdən gələnək bir rəsmi rüsum var. O rəsmi rüsum qanundur. Hər kəs istəyəndə deyir, ağa, tarixdə filan yerdə filan işi görmüşdük, indi onun ziddinə görməməliyik, qabağa getməliyik. İndi mən iki cümlə, üç cümlə də desəm, inanaram ki, bəlkə bu bəhsi qutaram, gələn bəhsdə keçək bir ayrı yerə, çünki də istəmirəm bu bəhsi gələnsiliyə qalsın. Bir saatı da geçəcəyik zahirən. Bizim xiyalımız gərək, o xiyal şəhri ki qururuq, arzu şəhri ki qururuq zehnimizdə, o gərək heç qunə qeyri şərti olmuyor. Azadi mütləq orada verək insanlara. İnsanlar canlarının, dinlərinin, xiyallarının, arzu şəhərlərinin və mallarının sahiblarıdırlar. Heç kim, heç şəraitdə, heç qanun onların maliki ola bilməz. Qeydi şərt və mütləq azadlıq verməlidir insana. İnsan heç qeydi şərti qəbul eləməməlidir. Heç olmasa arzularımızda belə bir insan yaradaq. İnsana qol qanat verək. Heç zadı biz pis ya yaxşı deyə qəbul eləməməliyik, rədd eləməməliyik. Heç zadı gözəl ya çirkin deməklə rədd ya qəbul eləməməliyik. Heç zadı əxlaqi, qeyri-əxlaqi deyə qəbul eləməməliyik. Heç ya rədd eləməməliyik. Heç zadı dinlidir, dinsizdir, ziddi dinlidir deyə qəbul eləməliyik. Heç zadı bu filandır deyə rədd və qəbul. İnsanı mütləq qoyaq, azad insanların azadlığına hörmət qoyaq. Deyək, Azərbaycanlı bir insan belə bir zamanda mütləq azad yaşayacaq. Hökumətin haqqı yoxdur bunun azadlığında. Nə cür fikirləşə, nə cür yazılaşa, nə cür biri ilə aşiq ola, biri ilə gedəcək. İnsanların özünə bağlayaq, buraxaq. Bizim haqqımız yoxdur. Bir nəfər cüraq xiyabanda biri ilə gedir, qız olsun, oğlan olsun. Gedək onu yapışaq, yaxısına sənin bununla nə rabitən var? İlla bu ki, biri gələ bizə deyək, bu adam gəlir mənə müzahim olur. Dövlətin vəzifəsi buradadır ki, sənin haqqın yoxdur ki, özünün azadlığın əlindən alasan, müdaxilə edə. Amma biz qanun geçib, arman şəhri yaradaq ki, orada qeyd qoyaq. İnsanlar bu şəraitdə azaddılar. Bu, əslində diktatorluq başlanır. Buranı da çox atmayayım. Bizim xiyallarımız gərək əməl üçün, yəni arzu şəhrimizi quraq bir əməl üçün, hərəkət üçün, tövsəyə üçün, qabağa getmək üçün, inkişaf üçün. Biz bir daha məmləkət qurmalıyıq əvvəl. Əvvəl bir millət, bu zehniyyət ki, keçən 100 ildə, bəlkə 150 ildə,
bizim zehnimizdə yaranıbdır və biz İrançılığa getmişik. Bunu gərək zehnimizdən çıxadaq, bir millət yaradaq. Türkçülük, Azərbaycançılıq, hər nə mənə faktor qoyuruq onun əsasında. İndi bura din gəlsə, Sünnilər gedər, Ermənilər gedər, Yahudilər gedər, hər kəsi ki, Şiə deyir, o gedər. Pəs qeyd qoyulmamalıyıq. Şiəni gətirsək, qalanı getdi. Türkü gətirsək, qalanı getdi. Türk olmayanı biz şəhərbənd qəbul eləməsək, yəni ki, bir dana içəri davasını getdik, içəri davaya girdik. Bunun üçün biz bir millət yaratmalıyıq əvvəl. Arman şəhrimizdə, utopiyamızda. Sonra o millət üçün coğrafiya yaratmalıyıq. Çünki o millət gəlib torpaqda yaşaya. Ondan sonra bu insanlar üçün rifah və əmniyyət yaratmalıyıq. İqtisad, rifah, əmniyyət. Ondan sonra bu insanlar üçün behdaşt, sağlıq. Bunlara yüksək səviyyədə, dünyanın ən yuxarı getmiş səviyyəsində təlim-i tərbiyyət, onun yanında uşaq haqları, qadın haqları, bunlar da hamısı dedim o insandan çıxır. Ondan sonra xəstələrin haqları, məlulların haqları, yetimlərin haqları, hər şey ki, bir dana insana mütləq haqqı lazımdır. Mütləq haqqı lazımdır. Mən çalışdım buradan arzu qurmaqlarımızı deyəm ki, biz arzu qurmalıyıq və bu arzularımıza əməl eləmək yolunda qurmalıyıq. Qorxmayın arzu qurmaqdan, deməyin biz uçanmarıq. İnsanlar tarix boyu uçmağa, qanat çalıb uçmağa çalışıblar. Təyyara qurublar. Amma bir gün insan bu qanatları qoluna bağlayıb uçacaq. Yəni motorsuz uçacaq belə. İndi görürsünüz, kaytılar var, filanlar var. Hətta onlardan da getdikcə inkişaf eləyəcəkdir. Kafidir xiyalınızı azad qoyasınız. Yaratmağa gedəsiniz. Yaratmaqdan qorxmayasınız. Heç nə sizi, zehninizdə heç olmasa heç qanun yoxdur. Zehninizi, ağlınızı, təsəvvürünüzü, təcəssümünüzü dinlə, qanunla, əxlaqla, filanla zindan eləməyin. Qoyun zehniniz azad olsun. Qoyun zehninizdə yaradın və bunları yazın. Yazın, qorxmayın. O dildə yazın ki, sizi nənəz, bacız, dayız, əniz, xalas, yaxın adamlarız ki, savadları sizdən aşağıda onlar düşünsünlər. Çünki əgər sizi onlar düşünsələr, o birislər də düşünəcəklər. Hamı sadə bir sözü rahat düşünər. Hamı çətin sözü çətin düşünər. Niyə Nietzsche-ni düşünmək çətindir? Çünki çətin yazıbdır da. Sadə yazsaydı, həm mən baş gördüm, həm bir dənə filsuf. Nə faydası var ki, Nietzsche yaxçı yazsın? Hardan bilək yaxçı yazır? Buna görə ki, bir nəfər ki, onu məsələn baş tapır, o deyir yaxçı yazıbdır. Bəlkə o özünün nəzərini deyir, Nietzsche'nin nəzərini demir. Biz sadə yazaq, sadə danışaq, hamı bunu baş tapsın. Onların da zehni inkişaf eləsin, onlar da yazsınlar. Sağ olun, sağ qalın. Bir 2-3 dəqiqə aradan sonra xəbər bölümünə keçəcəyik. Sağ olun.